Bismillah. Bürclərin 5 maya ən dəqiq proqnozu və günün pulda ən şanslı və ən gərgin bürcləri ilə bərabər. Qoç, gün aktiv başlayır, yeni qərarlar üçün uyğun vaxtdır, amma maliyyədə riskə girməyin. Kiçik qazanc mümkündür. Boğa, sakit və stabil gündür. Pul məsələsində rahatlıq hiss olunacaq. Gözlənilən bir gəlir sizi sevindirə bilər. Əkizlər, ünsiyyət sizə pul qazana bilər. Yeni təkliflər gələcək, amma hər şeyi diqqətlə yoxlayın. Xərçəng, bir qədər gərgin enerji var. Pulda itki riski mövcuddur. Qənaət etmək ən doğru seçimdir. Şir, şans yenə sizin tərəfinizdədir. İşdə və pulda uğur qazanmaq ehtimalı yüksəkdir. Özünüzü geri saxlamayın. Qız, planlı hərəkət sizə qazanc gətirəcək. Pulda stabil artım var. Sabit artım var. Uzun müddətli düşünmək faydalıdır. Tərəzi, daxili tərəddüdlər ola bilər. Maliyyədə risk etmək, sabit qalmaq daha çox qazandıracaq. Əqrəb, gizli fürsətlər ortaya çıxacaq. Pulda gözlənilməz qazanc ehtimalı var. İntuisiyanız sizi yanıltmayacaq. Ox atan, enerjiniz yüksəldir, yeni ideyalar və təşəbbüslər pul gətirə bilər. Aktiv olun. Oğlaq, sabit və məhsuldar gündür. Pulda yavaş amma güvənli artım davam edir. Riskə ehtiyac yoxdur. Dolça, ani xərclər və plan pozuntuları mümkündür. Pulda diqqətli olun, büdcəni qoruyun. Balıq, qarışıq maliyyə enerjisi var. Həm qazanc, həm də itki ehtimalı mövcuddur. Tələsmədən qərar verin. Pulda ən şanslı bürclər şir, əqrəb, ox atan. Pulda ən gərgin bürclər xərçəng, dolça, balıq.